Qarabağın milli çempionatda rəqibləri bir qədər dilxor olublar. Çünki əvvəllər Avropa Kubok oyunlarında Qarabağ bir heyətdə oynayırdı. Ondan sonra futbolçular yorulublar deyə meydana milli çempionatın oyunlarında ikinci heyət çıxırdı. Amma indi artıq elə deyil. Komanda həm Avropa Kuboklarında, həm də milli çempionatın oyunlarında çox görünür ki, demək olar ki, eyni heyətlə oynayacaq. Bir-iki oyunçunu dəyişmək şərti ilə əlbəttə ki. Çünki qabaqdan Danimarka çempionla oyun gəlir. Artıq Qarabağ dünənki oyunda Qəbələ ilə oyunu nəzərdə tuturam. 2-0 qələbə qazandı. Komandanın heyəti çox döyüşkən bir heyət idi. Bu imkan verir ki, artıq rəqiblər başa düşməlidirlər ki, necə Sumqayıt 1-0 hesabı ilə sensasiyalı qələbə qazandı Qarabağ üzərində. Belə qələbələr az olacaq və Qarabağa qalib gəlmək istəyirsənsə, bütün gücü verməlisən çempionatda.